zaman gözlüyün qoy açıq ekrana başlayaq o zaman dərsə. Tamam, başlayaq. Aha. Hər birinizin axşamı xeyir uşaqlar. Mən Məhəmməd müəllim, sizin məntiq müəlliminizəm. Yəqin ki, digərləri də yavaş-yavaş gələr qoşularlar. Deməli uşaqlar, məntiq bir dəqiqə ekranı açaq. Aha. Deməli uşaqlar, məntiqi ümumilikdə sizə ümumi olaraq anladım. Məntiq əsasən riyaziyyatla yaxından əlaqəli olan bir fən olsa da, daha çox praktikanı, yəni tətbiq eləməklə, praktika eləməklə öyrəniləcək bir fəndir. Ümumilikdə mövzulara baxanda əsas bizə lazım olan məntiqdə ən çox vacib lazım olan hardasa 15-16 mövzu var. Ən çox geniş şəkildə istifadə olunan 15-16 mövzu var. Mən sadəcə olaraq sizlərə bu mövzularda bu testlərin necə həll olunmasını, yəni necə, hansı üsullarına, nələrə necə baxmaq lazımdır, onları izah edəcəm. Əgər siz məntiqi öyrənmək və məntiqi mənimsəmək istəyirsinizsə, başlıca olaraq praktika eləməlisiniz. Yəni, nəyisə öyrənməyin əsas başlıca mahiyyəti məntiqdə praktikadır. Məsələn, ingilis dilində nəyisə sözü oxuyub əzbərləmək ola bilər. Amma məntiqdə əsas praktikadır. Yəni, misal üçün, mən sizə bir suala qaydanı göstərdimsə və siz bu qaydanı, sualı başa düşdüyünüz halda bunu hökmən praktik eləməlisiniz. Əks halda, yəni, bunun heç bir belə deyək də, əhəmiyyəti yoxdur. Mahiyyəti heç bir anlamı yoxdur. Yəni, sualı gördünüz, qaydanı başa düşdünüz, pis olur. Yəni, məntiqdə bir neçə qaydalar var və salam. Qalanları isə sizin özünüzdən asılıdır. Nə qədər çox test işləsəz, imtahanda həm vaxt bölgüsünə düzgün şəkildə riayət eləmiş olacaqsınız, həmçinin də testləri imtahanda çətinlik çəkmədən tapa biləcəksiniz. Yox, əgər testləri işləməyəcəksinizsə, imtahanda ən azından vaxt bölgüsündə ciddi şəkildə problem yaşaya bilərsiniz. Ona görə bunlara diqqət yetirin. Yəni, bir var ki, imtahanda bir misalın həllini fikirləşib tapasınız, sonra o misalı həll edəsiniz. Bir də var ki, misal üçün, bu sualın həlli qaydasını siz bilirsiniz, amma bunu həll eləmək qalır. Yəni, həlli qaydasını bir var imtahanda fikirləşəsən ki, bu necə həll olunacaq. Bir də var ki, artıq sən bunun həlli qaydasını bilirsən və sadəcə olaraq bunu həll eləmək lazımdır. Yəni, əlavə bir vaxt itkisi olmasın deyə sadəcə olaraq diqqətli olmaq lazımdır. Başlayaq indi suallara. Gəlin elə birbaşa olaraq ilk mövzumuzdan başlayaq. Çünki yəqin ki, hamınız görmüsünüz, yəni məntiqdən maraqlanıbsınızsa azdan çoxdan, ilk mövzu həmişə şifrələr olur. Fərqi yoxdur əslində, şifrələrdən də başlaya bilərik və yaxud da hər hansısa bir digər mövzudan da başlaya bilərik. Şifrələr mövzusu həm rahat mövzudur, həm də yəni başlanğıc üçün elə gözəl seçilmiş mövzudur ki, yəni çətinlik olmasın. Digər mövzular nisbətən biraz fərqli və çətin gələ bilər sizə. Deməli uşaqlar, çalışın ki, yəni belə deyim də, aktiv şəkildə iştirak edin. Yəni inşallah yəqin ki, yay boyu bu proqram davam eləyəcək. Digər qrup yoldaşlarınız əslində qoşulmalıdırlar. 60 nəfər uşaq olmalıdırlar. Yəqin ki, ilk dərsdə həm də bayram ərəfəsi olduğuna görə uşaqların çoxu rayondadır. Yəni çalışın ki, praktika edin. Dediyim kimi, indi mən bir dənə nümunə göstərəcəm və siz başa düşdünüz. Ondan sonra onu praktika eləmək lazımdır ki, yadınızdan çıxmasın və qaydalar sizə daha rahat olsun. Gəlin baxaq uşaqlar şifrələrə. Şifrələr və şifroqramlar. Uşaqlar, baxın nədir bunlar və bunların həlli qaydası necədir? Əslində şifrələr ən rahat mövzulardan biridir və imtahanda heç olmasa bir dənə salırlar. Yəni düşün mövzulardandır. Sadəcə olaraq adama asan mövzu gəlir. Bir şey var ki, bunun daha çox çeşidləri var. Yəni bir mövzu altında bəzən 7-8-dən çox növü var. Bunları bir-birlərindən ayırd eləyib düzgün şəkildə işləmək lazımdır.
Yəni hər bir şifrənin öz qaydası və öz yanaşma tərzi var. Onlara hamısını bir-birindən ayrı eləmək lazımdır ki, bir qayda ilə digər şifrəni həll eləməyə çalışmayasınız. Ən azından vaxt itkisi ola bilər imtahanda. Baxın, başlayıram elə sadədən mürəkkəbə doğru həll eləməyə. Deyir ki, aşağıdakı bəndlərin hansında adam sözünün şifrəsinə uyğun gəlir? Baxın uşaqlar, şifrələrin ümumi qanunauyğunluğuna görə hər bir fərqli hərf fərqli bir rəqəmlə işarələnir. Eyni hərflər isə eyni bir rəqəmlə işarələnir. Yəni, əgər mən A-ya ulduz verirəmsə, bu A-da hökmən ulduzla şifrələnməlidir. Avtomatik olaraq D-yə və M-ə hər hansısa bir ulduz işarəsi qoya bilmərəm. D-yə misal üçün qoyuram kvadratik işarə, yəni simvolik olaraq qoyuram bunu. Avtomatik olaraq M, D və A-dan fərqli olduğu üçün artıq M-ə nə ulduz, nə də kvadrat verə bilmərəm. Yəni, buna verəcəm bir üçbucaq. İndi buradakı bu şifrələrin uşaqlar bir mahiyyəti var ki, bunları cavabsız əsla və əsla həll eləmək olmaz. İndi baxıram burada cavab variantlarına. A variantına baxıram. 1, 2, 3, 4. Axı mən burada ulduz və ulduz A ilə A hərfim eyni olduğuna görə 1 ilə 3 rəqəmi də eyni olmalıdır. Ona görə səhvdir. D variantına baxıram, qaydasındadır. B variantına baxıram, 1 ilə 1 qaydasındadır, amma 2 ilə 2 yazıblar burada. Axı burada D və M hərfi fərqli olduğu halda burada 2 və 2 yazıblar. Bu düzgün deyil. Ona görə B də səhvdir. C variantına baxıram, birinci və sonuncu rəqəm eynidir. Axı burada birinci və sonuncu hərf eyni deyil. Ona görə C variantı da gedir. E variantına baxıram, burada da birinci və sonuncu rəqəm eynidir. Amma daha doğrusu fərqlidir. Fikir verirəm, burada ikinci ilə üçüncü rəqəm eynidir. Axı, ikinci və üçüncü rəqəm D və M-dir. Daha doğrusu ikinci və sonuncu rəqəm D və M-dir. Və burada 2 və 2 yazıblar. Bu da səhv. Amma D variantına baxın. 1, 1, 2, 3. Həqiqətən də A ilə A-ya 1, D-yə 2, M-ə isə 3 verə bilir. Yəni, cavab D variantı oldu. Növbəti sualımıza baxaq. Yəni, bunlar bir o qədər də çətin şifrələr deyildir. Misal üçün, baxın 5-ci sualda həmin qayda ilə həll olunacaq. Gəlin baxaq 5-ci suala. Sərbəst sözündə hansı şifrəyə uyğun gəlir? Baxın, fikir verirsiniz burada da. Birinci və 6-cı hərf S-dır. Onu əvəz edən rəqəm eyni olmalıdır. Misal üçün, bura baxıram A variantında 6 eynidir. B variantına baxın, bura 9 yazıblar, bura 3 yazıblar. B variantı yanlışdır. D-yə baxın, 5 yanlışdır. Yəni, eynidir, daha doğrusu yerində qalsın. Problem yoxdur. Sonra E-yə baxaq, 4 eynidir. D-yə baxaq, 3 eynidir. Yəni, artıq yalnız mən burada B variantını çıxa bildim. İndi Ə-yə baxaq. İkinci və 5-ci hərf Ədir. İkinci və 5-ci rəqəm eyni olmalıdır. 9. Baxın, D variantına baxın. Biri 2-dir, biri 3-dür, səhvdir. 6-dır daha doğrusu. E-yə baxın. 2-dir, 7-dir. Amma sonuncu rəqəm də 7-dir. Axı, sonuncu rəqəm T hərfidir. Ə ilə eyni ola bilmədiyinə görə 7 ola bilməz. Ona görə E də səhvdir. Bura baxıram 2 ilə 8, 8 ilə 8 eynidir. Burada da problem yoxdur. Amma burada 2 və 2 yazıblar. Yəni, 3-cü rəqəmdən sonuncu rəqəmə eyni rəqəmlər veriblər. Mənim 3-cü və sonuncu hərfim R və T olduğuna görə, fərqli hərflər olduğuna görə mən onları 2 və 2 ilə işarə eləyə bilmərəm. Ona görə C də getdi, cavab deməli qaldı A variantı. Hamıya aydın oldu? Çətin bir şey yoxdur ki bunlarda. Xeyr. Gəlin o zaman birini vereyim. Buyurun eşidirəm. Kiməsə nəsə qaranlıq qalıbsa, buyursun, soruşsun. Aha, gəlin indi birini mən verim sizə. Siz buradan misalı həll eləməyə çalışın. Deməli, elə buradan gəlin baxaq. Misal üçün, 4-cü suala baxaq. Buyurun, zəhmət olmasa 4-cü sual tapın. Y. Aha, E variantı deyirsiniz. Başqa? Aha, başlayaq, gəlin baxalım. İzah edeyim, yoxsa hələ tapanlar var? Mən deyə Aha, baxın, birinci və sonuncu rəqəm hərf eynidir. Baxırıq, gəlin elə E variantına baxaq, görə hər hansısa bir problem yoxdur ki. Birinci və sonuncu hərf eynidir. Hər şey qaydasındadır, belə rəqəm eynidir. İkinci və 5-ci rəqəm eynidir, hərf eynidir. İkinci və 5-ci rəqəm eynidir, problem yoxdur. Qalanları fərqli-fərqli rəqəmlər olmalıdırlar. Həqiqətən 9, 8 və 3 tamamilə doğrudur. Cavab oldu E variantı. Hamıya aydındır?
İndi gəlin 10 tipli suallara baxaq. Bunlar uyğunlaşdırılmaya aid olan şifrələrdir. Bu da elə həmin qayda ilədir. Sadəcə olaraq burada qarşısında ədədlər verilibdir. Zəlzələ sözünün qarşısında 301, 301 və 0 yazıblar. Bizdən mənzərə sözünü istəyir. Baxın burada necədir? Birinci hərf birinci rəqəmə uyğundur. Yəni Z Ə 3-ə uyğundur. Ə 0-a uyğundur. L 1-ə uyğundur. Z yenə də görürsüz 3-ə uyğundur. Görürsüz eyni hərf eyni qiymət alır. Ə yenə də 0-a uyğundur. L nəyə uyğundur? 1-ə uyğundur. Ə isə 0-a uyğundur. Vəssalam. İndi məndən mənzərə sözünün kodunu istəyir. M hərfinin kodu olmadığına görə M-in yerinə yazıram sual işarəsi, yəni M-in nə olduğunu bilmirəm, sual işarəsi. Ə-ni tapmışdıq. Ə nə idi? Ə-yə 0 yazıram, buradakı Ə-yə də 0 yazıram, elə buradakı Ə-yə də 0 yazıram. N-ya baxaq, N-nin kodu yox idi, sual işarəsi qoyuruq. Z-ya baxaq, Z-nin kodu 3 idi, 3-ü yazdıq bura. Sonra R-ya baxaq, R da yoxdur, 0 sual işarəsi qoyaq bura. Vəssalam. İndi gəlin cavab variantlarına baxaq. Deməli, cavab variantları hamısı axırı 0-la bitməlidir və ortada da 30 olmalıdır. Baxın, burada B variantında ortada 50 yazıblar, C variantında ortada 50 yazıblar, qalanları isə düzdür. İndi gəlin digər yoxlanışlara baxaq. Baxın, sual işarəsinin yerində olan rəqəmlər əsla və əsla bunlarla eyni rəqəm ola bilməz. Yəni, nə 0, nə 1, nə də 3 ola bilməz. Ona görə baxıram variantlarda, mənzərə sözündə birinci hərf 1 ola bilməz. Görürsünüz, 1 kodu ilə A variantı səhvdir. 8 ola bilər, 9 ola bilər, yəni deyilən eyni qalır. Problem yoxdur. Üçüncü hərfə baxıram. Üçüncü hərf N olduğuna görə nə N, nə 0, nə 1, nə də 3 ola bilməz. Çünki N, 0, 1, 3, Z, L və Ə-nin kodudur. Variantlara baxıram. Burada 5-dir, burada 1-dir. Görürsünüz, 1 ola bilməzdir axı biz demişik. Ona görə cavab qaldı B variantı. Hamıya aydın oldu? Bəli. Bəli. Əla. O zaman Bəli. zəhmət olmasa 9-cu suala baxın hələ. Görün 9-cu sual tapa bilirsinizmi? Əslində rahatdır, elə çətin deyil. Sadəcə sadədən mürəkkəbə doğru gedək ki, hamıya başa düşən olsun. Buyurun. B bəndi müəllim. Aha, B variantı deyirsiniz. Y bəndi. E variantı deyirsiniz. Variantlar dəyişdi. Y variantı. Aha, E variantı deyirsiniz. Tamam. Başqa variant təklif edənlər var? Tələsməyin. Bax, bu şifrələrdə çalışın ki, digər variantların səhvliyindən əmin olun variant seçməzdən əvvəl. Və yaxud da bir yoxladığınız variantı əgər düzgün olduğundan əminsinizsə, axıra qədər yoxlayın. Baxın, qonaq sözündə Q-nın kodu nədir? 6-dır, düzdür? Q-nın altına yazıram 6. A-nın kodu nədir? A, bax, fikir verin. Sondan birincidir, yəni A-nın kodu olacaq deməli 1. R-nın kodu R yoxdur deyə sual işarəsi. M-nın kodu M yoxdur deyə sual işarəsi. O-nun kodu O ikinci hərfdir, ikinci rəqəm 3-dür. N-nin kodu N 9-dur. Vəssalam. Deməli 61 burada yazılıb, axırda da 39-dur. Fikir verək. 61 D variantı getdi 63-dür. Axırda baxırıq B variantı 36-dır. Burada səhvdir. Qaldı A ilə E variantı arasında. Düzdürmü? Sual işarəsinin yerində, yəni R və M-nin yerində əsla 0, 1, 3, 6 və 9 istifadə oluna bilməz. Daha doğrusu 0 istifadə oluna bilər. 1, 3, 6, 9 istifadə oluna bilməz. Amma bura baxırsınız, görürsünüz burada 3 yazıb da variantında. Ona görə A-da səhvdir. Baxın burada 0 və 2-ni istifadə edə bilərəm. Çünki bunlarla eyni deyil. Ona görə cavab qaldı E variantı. Hamıya aydın oldu? Tamam. Gəlin indi digərinə baxalım. Baxın uşaqlar, ən çox populyar düşən bunlardır. Yəni ən çox istifadə olunan, o qədər də çətin olmayan, yəni deyim ki, qeyri-adi çətinlikləri var, yox. Bax bu mövzular daha çox istifadə olunur və bunlarda çox diqqətli olun. Bu nədir uşaqlar? Bunlar sütunlu həll olunma qaydası ilə həll olunacaqlar. Yəni necə həll edəcəyik biz bunları? Bunları biz həll edərkən adam, vədə, dama, Adəm və masa sözlərinin hər birinin kodu A, B, C, D və E variantlarında işarələnmişdir. Yəni bu hərflərin hər birinin sözlərin daha doğrusu hər birinin kodu burada var. Misal üçün adam sözünün kodu E variantına uyğun gələ bilər. Misal üçün vədə sözünün kodu C variantına uyğun gələ bilər. Dama A variantına uyğun gələ bilər. Adəm misal üçün B variantına uyğun gələ bilər. Masa D variantına uyğun gələ bilər. Sadəcə tapmaq lazımdır ki, hansına aiddir. Bunu həll etməyin ən rahat yolu sütunla baxmaqdır. Sətirlə də baxmaq olur, sütunla da, amma ən rahat yolu sütun olacaq. Baxın,
Baxıram mənə lazımdır Adəm sözü. Adəm sözünün birinci hərfi A-dır. Baxıram birinci yerdə A-dan bir dənə var, A-dan iki dənə var. Yəni birinci sütunda iki dənə A hərfi var. A hərfin əvəz eləyən rəqəm birinci sütunda iki dəfə olmalıdır. Yəni fikir verirsiniz, baxın birinci sütunda 4 var, 0 var, 9 var, 4 var, 2 var. Bax görürsünüz 4-dən 2 dənə var. Birinci sütunda 2 dənə 4 var, 2 dənə də A hərfi var. O zaman A-nın kodu nə oldu? A-nın kodu oldu 4. Vəssalam. İndi D-ya baxaq. Uşaqlar diqqətlə fikir verirsə D-dan. Harda var? İkinci sütunda. Düzdür? D-nin kodu nə olacaq? Aha, D-nin kodu uşaqlar nə ola bilər? Baxın görürsünüz D, D. Əla. 2 dənə D hərfi var, 2 dənə 2 var, 2 dənə 4 var, bir dənə də 5 var. 4-ü artıq A-nın kodu olaraq tapdığıma görə A-nın koduna da 4 verə bilmərəm. D-yə 4 verə bilmərəm. O zaman D-nin kodu nə olacaq? Elə 2 olacaq. Düzdür. Ə-nin koduna baxın uşaqlar. Baxın, vədə sözündə ikinci və sonuncu hərf ə-dir. Baxın, ikinci və sonuncu hərfə 4 verə bilmərəm. Yəni rəqəmə 4 olmaz, 5 olacaq. Görürsünüz? Deməli, burada cavab variantımız ya A idi, ya D idi. D-də baxırsınız, görürsünüz 4 yazıblar. Axı 4 yaza bilmərəm ə-yə. A-ya 4 yazmışamsa ə-yə 4 yaza bilmərəm. O zaman ə-nin kodu nə olacaq? Ə-nin kodu olacaq 5, cavab olacaq A variantı. Heç M-in kodunu axtarsanız da, axtarmasanız tapmaq olar. M sonunda 2 dənə var, sonunda 2 dənə 4 var və 0 var. 4 A-nın kodu olduğuna görə, deməli M-in də kodu olacaq 0. Aydındır? Tam başa Bəli. düşdümü? Əla. Bəli. O zaman gəlin digərinə baxaq. Misal 13-cü suala baxın. Aha, buyurun tapın görə hələ. B. Aha, B variantı deyirsiniz. Başlayaq izaha yoxsa gözləyim hələ? B bəndə olacaq. B bəli. B variantı. Tamam, gəlin baxalım. Baxın, yenə də variantlara fikir verirəm. Mənə lazımdır dəmir sözünün kodu. Yəni, hansı söz lazımdırsa, çalışım ondan başlayın. Başqalarını axtarıb vaxt itirməyin. Deməli, indi fikir veririk. Aha. Deməli, dəmir sözündə birinci hərfimiz D-dır. D-ya baxıram, bir dənə əvvəldə var, düzdür. Sonra üçüncü sütuna fikir verin, üçüncü sütunda 2 dənə D hərfi. 2 dənə D hərfi var. Üçüncü sütundakı rəqəmlərə baxıram. 3, 1, 7, 0, 1-dir. Deməli, o zaman 3-ün kodu nə oldu? Belə D-nin kodu nə olacaq uşaqlar? Baxın, üçüncü sütunda 2 dənə D hərfi var. Üçüncü sütunda 2 dənə 1 rəqəmi var. Görürsünüz? D-nin kodu oldu 1. Vəssalam, bununla da B variantı çıxdı. Heç axtarmağa dəymir. Hamıya aydın oldu? Yəni, digərlərini də axtarsanız nəsə dəyişməyəcək. Yəni, bəzən Bəli. görürsünüz, şifrələrdə bir dənə rəqəm. Hə? Sonlar eynidir. Yəni Bəli, sonlar da mümkündür. Bəli, bax, R-ya baxın. 23-lüyünə görə. Fərqi yoxdur. Bəli. Fərqi yoxdur. İstənilən bir hərfdən tapmaq olar. Sadəcə mənə D rahat gəldi. Məsələn, bax R-dan da tapa bilərsən. Bax R-ya baxın, sonda 4 dənə R hərfi var. Deməli R-nin kodu nədir o zaman? R-nin kodu olacaq 3. Bax fikir verin, bəli, sonda bir dənə D hərfi qaldı, sonda da bir dənə 1 qaldı. Deməli D-nin də kodu oldu 1. Yəni istənilən yolla, müxtəlif yollarla tapmaq olar. Kimə hansı rahat gəlirsə, onunla da həll eləsin. Tamam, bir dənəsinə də baxaq bunların. Ondan sonra ən çox bunlar yayılıb. Misal üçün bir dənə 21-ci suala baxın, bax tələsməyin, diqqətli olun. Tapın görə 21-ci sualı. C. Aha, Bəli, mənim. Bəli, Y-dir. Bəli, Y-dir. aha. E variantı. Tamam. Gəlin baxalım uşaqlar. Deməli bizə veribdir ki, qarmaq, sonra barmaq, qaymaq, başmaq və maqqaş sözləri verilir. Bizdən qaymaq sözünü istəyir, düzdürmü?
İndi diqqətlə fikir versək, qaymaq sözündə nə var? Mən Baxın C uşaqlar. variantı deyirəm. Biraz geri Tamam, tapdım, amma C-dir məncə. ola Yəni bilər. Baxın. gəlməsin. Q'ya baxın uşaqlar. Bax fikir verin, Q'nı ən rahat tapmağın yolu sondadır. Sonda 4 dənə Q hərfi var. Sonda 4 dənə 4 var. Deməli Q'nın kodu oldu nə? 4. Düzdür? A'lara baxın, ikinci sütun və sonuncu sütundan əvvəlki sütun hamısı A'dır. Yəni 5-ci sütun hamısı A'dır. A'nın da kodu hamısı məlum məsələdir. Nədir? 1-dir. A'ya 1 veririk. Sonra M'ya baxın, 4-cü yerdə baxın, 4 dənə M hərfi var. 4-cü yerdə 4 dənə M hərfi var, 4-cü yerdə 4 dənə 9 var. Deməli M'nın kodu nə oldu? 9. İndi Y-ya baxın. Y-dan 3-cü yerdə yalnız bir dəfə istifadə olunubdur. Yalnız bir dəfə istifadə olunan, bax fikir verin, 3-cü yerdə Y hərfindən yalnız bir dəfə var. Başqa heç bir yerdə yoxdur. İndi baxırıq, 2-dir, 3-dür, 4-dür, 3-dür, 0-dır. Hansı rəqəmdən yalnız bir dəfə istifadə olunub? Baxın, 2-dən burada da var, burada da var. 3-dən bax, burada da var, burada da var. Sonra 4-dən görürsünüz, çox yerdə var. Amma 0-dan yalnız bir dəfə istifadə olunubdur. Ona görə Y-nin kodu cavab olacaq C variantı. Aydındır. Y variantı deyirsə, sən bax fikir verin. Y-yə, əgər Y-ya mən 3 rəqəmi versəydim, 3 rəqəmindən 2 dənə var. Axı Y hərfindən də 2 dənə olmalıdır. Burada baxıram, yalnız Y hərfindən 1 dənə var. Ona görə deməli, Y-nin kodu nə olacaq? Y-nin kodu olacaq 0. Hamıya aydındır? Bir şey deyə Cavab bilərəm. eşidirəm. Alo, Buyurun, bir şey eşidirəm. deyə bilərəm Eşidirəm, mən. buyurun, buyurun. Biz elə o Q hərflərindən də tapa bilərik də ki, eyni rəqəmlə başlayıb eyni rəqəmlə də bitsin. C ilə D arasında qalırıq. Oradan tək istifadə O olunan heç, elə bəli, 0 bunu qalır gedərsən, orada. bunu gedərsən, bunu gedərsən. Hı. Bəli, burada ikisi qalacaq. Sadəcə mən bütöv geniş izah elədim ki, hər hansısa bir qaranlıq nəsə qalmasın. Aydın oldu? Yəni düzgün Bəli. eləmişsən. Hə. Dediyim kimi, sən hətta buradan bir hərfdən də tapa bilərsən. Sadəcə mən geniş izah edirəm ki, sizə hər hansısa bir qaranlıq nöqtə qalmasın. Sonra uşaqlar, baxın, eyni şeydir 23. Sadəcə bayaqları bizə hərfləri vermişdilər, rəqəmləri istəyirdi. İndi əksinə baş veribdir. Rəqəmləri verib hərfləri istəyir. Buyurun, indi baxın, bax yenə də deyirəm, tələsməyin. Sizi çaşdıra bilər. Tələsmədən həll edin. Idı. Aha. Y Aha. E variantı deyirsiniz. məncə B-dir. B deyirsiniz. Tamam, başlayayım izaha yoxsa gözləyim hələ? Məncə Y-dir. Yaxşı. Bax yenə də deyirəm, görürsüz 2 dənə variant arasında qalırsınız və yaxın variantları bir-birinə deyirsiniz. Gəlin baxaq. Yenə də eyni şeylərdə də problem yaranmayacaq. Məsələn, 0-ın kodu hamı bilir ki, 0-ın kodu R-dır. Gəlin R-nı yazaq bura. Sonra 2-nin kodu əvvəldə 2 dənə 2 var. Fikir verirsinizsə 3-cü yerdə də 2 dənə 2 var. Əvvəldə 2 dənə, B-dan əvvəldə 2 dənədir, amma 3-cü yerdə yoxdur. Amma H-ya fikir verin, H hərfində görürsünüz 2-ci yerdə hətta çoxdur burada. Yəni başqa yerlərdə də H hərfi var. Deməli o zaman görürsüz 1 dənə, 2 dənə, 3 dənə hətta H hərfi var. Deməli 2-nin kodu oldu H. 3-ə baxıram. 3 3-cü yerdə 3 dənədir. 2-ci yerdə 3 dənə olan A hərfidir. Görürsünüzmü? Deməli 3-ün kodu oldu A. Burada yazdıq A. 4-ə baxıram. 4, bax fikir verin, yalnız və yalnız bu blokda bir dəfə istifadə olunub. Görürsünüz bu rəqəmlərin blokunda ümumi olaraq yalnız və yalnız bir dəfə istifadə olunub bu 4. Bir dəfə istifadə olunan hansı rəqəmdir? Yalnız və yalnız S-nı desən, axı S-dan burada da istifadə olunub, əvvəldə də var. Amma M hərfinə baxın, yalnız bir dəfə istifadə olunubdur. Aydındır? Ona görə deməli S-nin kodu nə olacaq? Belə 4-ün kodu nə olacaq? M. Cavab oldu E variantı. Hamı başa düşdümü? Bəli. Bəli. Hə. Tamam, yəni diqqətli olun. Bunlar əsasən diqqət testləridir. Tələsib nəyisə səhv eləməyə çalışmayın.
Baxın uşaqlar, bir dənə də zəhmət olmasa buradan elə 25-ci suala baxın və diqqətlə, tələsməyin. Çalışın ki, rəqəmləri bir-bir gözdən keçirdin. Məntiq həm də diqqət testləridir. Hı -hı. Y. E variantı E deyirsiniz. E. E deyirsiniz. Hı -hı. Y variantı. A'dır. Y'dir. A dediniz, E dediniz. Hərə fərqli variant deyəndə var. Tamam. Deməli, baxaq. İndi fikir verin uşaqlar. 8, 3, nəsə rəqəmlər veribdi. Bizdən nə lazımdır? 1, 2, 8, 2. Deməli, ikinci və sonuncu rəqəmimiz eynidir, düzdürmü? İkinci və sonuncu rəqəmimiz eynidirsə, hələ ki buradan bir şey çıxmaz. Gəlin 1-ə baxın. 1 əvvəldə 2 dənə var. Əvvəldə 2 dənə hansı rəqəmdən var? Bax, hərfdən var. Q, Q, Q. Q-dan əvvəldə 3 dənə var. Amma mənə lazımdır əvvəldə 2 dənə olsun. T-dir. Deməli, o zaman 1-in kodu nə oldu? 1-in kodu oldu T. Cavab variantımız ya D-dir, ya E. İndi 2-yə baxaq uşaqlar. 2 fikir verirsə, sonda hamısında 3 ilə bitir. Bir dənə sonda 2 var. Sonda 2 hamısı U ilə bitir. Sonda bir dənə O hərfi var. Deməli 2-nin kodu O oldu. T, O, O. Bəs sənəndə avtomatik bir şey cavab çıxdı ya variant. Aydındır. Məsələn 8-i tapa da bilərsən, tapmaya da. Amma 8 fikir verirsənsə, əvvəldə 3 dənə 8 var, əvvəldə 3 dənə Q hərfi var. Deməli 8-in də kodu oldu Q. T, O, Q, O. Cavab E variantı. Hamıya aydındır? Deməli, bax uşaqlar, bunlar şifrəqramlara fikir verir. İndi 26-cı. Bunlar həm şifrələrdir, həm də analoji anaqramlarla qarışıq olan suallar. Bunları necə edə bilərsiniz uşaqlar? Bu tipli sualları həll edərkən əsasən hərf sayına, fərqli və yaxud da eyni hərf saylarına fikir verin, sonra hecalara fikir verin, sait səslərə fikir verin, samit səslərə fikir verin və burada bunlarla həll olunur. Misal üçün, müəllim sözündə uşaqlar 3 dənə nə var? Burada Heca. hecalarlandı. Sait Heca səs. və bəli, sait səs o da Sait ola var. bilər. Bəli. 3 dənə müəllim sözü, kombayn sözündə 2 dənə nə var? 2 dənə A var. Azərbaycan sözündə 4 dənə sait var. İndi Çin sözündə neçə dənə sait var? Bir dənə. Çin sözündə 1 dənə sait Bir var. Aydın, dənə. yəni bunlar biraz sadəcə olaraq hərflərlə, saitlərlə, samitlərlə həll olunan şeylərdir. Misal üçün 31-ci suala baxın elə. Beş sait var. Aha. A, Ulan İ, kvadratdan A, götürürlər. A, bəli. 5 dənə sait Kvadratdan səs var. 5-in kvadratı 25-dir. Ənən 2 dənə sait səs var, 2-nin kvadratı 4. İngilis dilində neçə dənə sait səs var? 1, 2, 3, 4, 5. 5-in kvadratı 25-dir. Aydındır? Bəli. Bəzən görsən fərqli hərfləri götürürlər, bəzən samitlər götürülür, bəzən hər dəfə fərqli-fərqli şeylər götürə bilərlər. Deyirəm çox istifadə olunmur onlar, amma yenə hər ehtimala qarşı bilim fırlatır. Deməli, tamam. Keçək nəyə? Keçək digərini həll etməyə. Deməli, uşaqlar, elə bir dənə zəhmət olmasa 32-ci suala baxın. 32 də maraqlı sualdır. Tələsmədən, diqqətlə baxın, görəcəksiniz. Paytaxtların hərf samitləridir. Bəli, paytaxtların saitlərini atıbdır. Yerində qalıb Samitlər samit. Bakı. Tamamilə E doğru. variantı. Tamam. Deməli, bax, variantı. Türkiyədə Ankara sözü paytaxtıdır. Ankara N-kırı yazılır. Çində paytaxt Pekindir. P-kini yazıb. Azərbaycanda da paytaxt Azərbaycandır. Elə Bakıda üzrsən B və K yazıb. Aydındır. Elə saitləri atıb samitləri saxlayırsınız. Tamam. Baxın, misal üçün uşaqlar, 34-cü suala baxın. Dünya görüşünə əlaqədar olan suallardır bunlar. 34-ə baxın elə. 7, C. Bəli, baxın 6 dənə materikimiz var, 4 dənə okeanımız var, 4 dənə fəsilimiz var, 7 dənə də notumuz var. Notlar bax çox düşür, tez-tez düşübdür. Do, re, mi, fa, sol, ya, si. Notlarımız da bunlardır. İndi qabaqda öyrədəcəm bunları sizə. Sonra nəysə, yəni bunlar o qədər də çətin bir şeylər deyil. Bunlar sadəcə olaraq istifadə olunur. Baxın, 38-ci sual nədir? Bunlar artıq fərqlidir. Bunların çətin versiyaları bu illəri qəbulda da düşmüşdür. Bilmirəm, görmüşdünüz, görməmişdiniz. Sözlərin qarışıq sözlər vermişdi və deyir ki, bu sözlərdən yeni bir söz yaradın. Və bu necə olacaq? Ulduz işarəsinin yerinə hansı hərflər olmalıdır ki, yeni söz düzəlsin? Lıq, Həsən və L. Bu sözlərdən yeni bir birləşmə yaradıb, yalnız bir dəfə eləyə bilərsiniz bunu. Yeni bir birləşmə yaradın və
Gətirib l-ın əvvəlinə, Həsənin sonuna və l-nın əvvəlinə yazanda yeni D bir mənalı variantı. söz alırsan. Bəli, misal üçün D variantında vau sözünü ova kimi yazsam, cavab olacaq ovalıq, Həsən, ova və oval. Aydındır? Vəssalam. Bundan da həll olur. Başa düşdünmü? Deməli, indi Eyni formada olmalıdır müəllim. hökmən, bəli, yalnız bir dəfə düzəldə bilərsən. Növbəti dəfə onu pozub düzəltmək düzgün deyil. Gəlin zəhmət olmasa buradan 40-cı suala siz baxın, tələsməyin. Bəst B variantı. Aha. Bəli, B. Deməli, bəsti, bəstəkar və sərbəst. Vəssalam, tamamilə doğrudur. Deməli, gəlin indi keçək bunun ikinci hissəsinə. İkinci hissədə bayaqları biz 1-2 dənə hərfi tapırdıq, rəqəmi tapırdıq və həll eləmək olurdu. Amma ikinci hissənin suallarında biraz diqqətli olub daha çox hərfi, daha çox rəqəm tapmalısınız. Misal üçün, 7-ci suala baxın elə buradan. Aha, Y variantı. Y. E variantı deyirsiniz. Y Başqa? bəndə. E variantı deyirsiniz. Başqa? Deməli, baxın, gəlin fikir verək. Diqqətlə baxsaq burada, bizə lazım olan rəqəmlər yenə də hərflərlə əlaqəli verilibdir. Deməli, baxsan, 2 və 2. Birinci və sonuncu rəqəmi 2-dir, düzdür? Elə buradan içəri axtarıram. Birinci və sonuncu rəqəm, o cümlədən də dördüncü rəqəm 2-dir. Birinci, sonuncu və dördüncü hərf eyni olmalıdır. Baxın, D variantında eyni deyil. C variantında eyni deyil. Sonra B variantında eyni deyil. Cavab ya qalır A, ya da qalır E. Məlum məsələdir ki, 2-nin kodu əvvəldə 2 dənə 2 gəlib, hətta sonda baxın fikir verin 3 dənə 2 var. Sonda 3 dənə A varsa 2-nin kodu A-dır, A-dır, A-dır. Düzdür? A-ları yazdıq. İndi A variantına baxın. A variantında bu 3-cü hərfdir. 4-cü hərf S-dır. Mənə 4-cü hərf lazımdır. Çünki 1-ci, 4-cü və 7-ci rəqəmlər eynidir. Burada 1-ci, 4-cü və 7-ci hərflər eyni olmalıdır. Amma burada 2, 4, 6 dənə hərf var. Yəni, Amasya sözü səhvdir. Cavab oldu nə? Ankara sözü. Hamıya aydındır? Çətin. Bəli, düz tapmısınız. E variantı. Bəli, bəli. Əla. Misal üçün uşaqlar 15-ci suala baxın. Bax, eyni şeydir. Sadəcə olaraq bayaqları burada hərflər vermişdi. Bizdən buradakı rəqəmləri istəyirdi. İndi hərflərin yerinə işarələr qoyubdur və rəqəmlər istəyir. Buyurun, zəhmət olmasa 15-ci suala baxın, sonra keçib yeniliklərinə tələsmədən. D variantı. Aha, D bəndə. D variantı deyirsiniz. Tamam. E variantı, bəli. E deyirsiniz. Tamam, E deyirsiniz. Aha. Yaxşı, gəlin baxalım uşaqlar. Fərqli-fərqli variantlar deyildi. Mənə lazımdır A kvadrat. Baxın, A kvadrat necə olacaq? Əvvəldə 2 dənə A kvadrat var. Hansı rəqəmdən əvvəldə 2 dənə var? Əvvəldə 2 dənə 1 var. Deməli, A kvadratın qiyməti oldu 1. Sonra qara kvadrat. İkinci yerdə 2 dənə qara dairə var daha doğrusu. İkinci yerdə 2 dənə qara dairə. 6 var, 4 var, 2 var, 4 var, 5 var. Deməli, ikinci yerdə 2 dənə 4 olduğuna görə, deməli, dairənin kodu oldu 4. 1, 4 olan ilə cavab variantımız oldu D variantı. Hamıya aydındır? Bəli, Hamı bəli. başa düşdümü? Əla. Aydın. Uşaqlar, kiməsə qaranlıq və yaxud da çətinlik gəlmir ki? Tamam. Yaxşı. Gəlin uşaqlar, bax burada eyni şeydir. Gəlin sizə yeni tipi göstərim. Deyir ki, X şərti dilində tərcümədə aşağıdakılardan alınır. Sən onları yola salırsan, o onları yola salır, sən onları qarşılayırsan, o səni
deməli qarşılayır, o onları yola salır. Bunun qarşısında olan hərflər mənasız hərflərdir. Yəni hər hansısa bir mənaya sahib deyillər. Sadəcə olaraq sanki bunlar burada olan Uqaranva, sonra Botarava falan sanki bir şifrələrin yığılmış versiyası. Yəni hərfləri sanki birləşdirib yığırlar ora. Gəlin baxaq. Mənə lazımdır o, onu qarşılayır. Baxın o burada da var, burada da var, burada da var. Düzdür o söz. Onların qarşısında olan işarələrə fikir verəndə onların qarşısında bo var və bo var. Düzdür? Deməli onun kodu nə oldu? Onda bo oldu. Onun yerinə yazıram bo. Yəni cavab variantımda avtomatik olaraq B variantı getdi. A İndi variantı. hərəsinə. Yəni onu sözünə baxaq. Bax onu sözü bilən olduğuna görə oradan hələ ki nəsə çıxartmaq olmaz. Deməli gəlin buradan baxağın yola salır. Mənə lazımdır nə? Qarşılayır. Bax burada var qarşılayırsan, burada var deməli qarşılayır. Sözün kökü lazımdır mənə. Vacib deyil elə şəkilçi olsun. Deməli burada qarşılayırsan söz olacaq nə? Camba, camba. Camba. Onu sözdə yola salırlar, yəni ravaları çıxsa, onu sözünə qalacaq ta. Deməli cavab oldu bo, ta, camba, yəni A variantı. Hamıya aydın oldu? Uşaqlar Bəli. link atacaq, yenidən link göndərəm Bəli, sizə müəllim. qoşulun. Bəli, Tamam, bəli. linkini göndərəcəm, təzədən qoşulun. B variantı. B variantı. Aha, B variantı deyirsiniz. Mən E variantı düşünürəm. B variantı deyirsiniz. Tamam, gəlin baxalım. Bax, B'dir. bizə lazımdır. Mən dərsdən gəlirəm. Baxın, mən sözündən bir dənə var. Ona görə dəqiq bilmək olmur. Deməli, gəlirəm sözünə baxın. Baxın, gəlir, gəlirəm. Baxın, dori, dori. Düzdür, gəlirəm sözü oldu nə? Gəlirəmin sözü oldu dori. Axırı dori ilə bitməlidir, düzdürmü? Ona görə kiridir, bu da elə getdi, bu getdi. Cavab qaldı B ilə E variantı arasında, düzdür? İndi gəlin, deməli, mən evdən gəlirəm, düzdürmü? Təxminən mən evdən gəlirəm. Bax, onun kodu olacaq so. Deməli, o so olduğuna görə E variantı ola bilməz. Cavab qalacaq B variantı. Hamıya aydındır? Bəli. Başa düşdünmü? Bəli. 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 Bəli, müəllim. Əslində asan deyil. Sadəcə tələsməyin, diqqətli olun. Misal üçün 27-ci suala baxın hələ. Bax burada da çox diqqətli olun, tələsməyin. Tələssəz səhv tapacaqsınız. D-dir. D variantı. D. B variantı müəllim. Aha, hərə bir variant dedi. Y Gəlin bəndi baxaq. müəllim. E variantı deyən var, D variantı deyən var, B variantı deyən var. Gəlin baxaq inşallah. Baxın, mən magistra, nəysə, mənə lazımdır ki, onlar ingilis dilində hazırlaşırlar sözü, düzdür? Bax, onlar. Öz qarşılarına baxırıq. Başqalarına baxmağa ehtiyac yoxdur.
Onlar. J. Onlar J. Onlara yazırıq J. Düzdür? Onlar J idisə A variantında J getdi. E variantında J getdi. Baxın, ingilis dilinə biraz tələsmək olmaz. Çünki ingilis dilinə bir dənə olduğuna görə dəqiq bilmərəm hansıdır. Amma hazırlaşırlar sözünə baxıram. Hazırlaşıram, hazırlaşırıq. Spe və spe. Deməli, hazırlaşıram sözü nə olacaq? Spe. Yazdıq bura spe. İndi baxaq hələ, burada hələ ki, hər şey qaydasında da qalır. Deməli, J də getdi. Cavab qaldı J, spe. Cavab B-də var, D-də var. İndi baxın burada, mən sözü, mən. Mənin kodu nədir? J. Düzdür? Deməli, indi fikir versək, burada oxuyurlar, oxuyuram. Bunlar nə olacaq? İc, fikir verin, bax burada oxuyurlar var. Burada da icdir, burada da ic. Deməli, oxuyurların kodu oldu nə? İc. Onda mən J-yə getdi, oxuyurlara ic getdi. İngilis dilinə nə qaldı? İngilis dilinə qaldı L. Deməli, o zaman cavab oldu J, L, SP. Yəni, cavab oldu D variantı. Burada L yazıblar. Amma bizə lazımdır J, L və SP. Aydındır? Hamı başa düşdümü? Bəli, bəli. Bəli. Bir dənə mən bir şey başa düşmədim. Bəs Buyur. orada inyə olmur dilinə sözünə görə. Necə? Mən B deyə düşünürdüm. Orada Bax, İngilis fikir dilinə versən. sözü var da. Bax, burada baxırsan, bax, bura diqqətlə bax. Bax, burada baxıram. Hazırlaşıram, hazırlaşırıq, hazırlaşır. Düzdür? Hazırlaşıram, hazırlaşır. Bunu bildik. Oxuyurlar, oxuyurlar, oxuyuram. Bax, görürsən, burada icdir. Oxuyurlar icdir. Burada da icdir, burada da icdir. Aydındır, sonu ic olmalıdır. Sonu ic olduğuna görə, ic gedəndən sonra yerdə qaldı L hərfi. Aydındır? Başa düşdün indi? Başa düşdüm. Hə, çox sağ ol. Növbəti suala baxaq. Tamam. Aha, bax uşaqlar. İndi 30-cu sual və 30-cu suala çox bənzəyən başqa bir sual izah edəcəm. Və bunlarda çox diqqətli olun. Bir-birlərinə həddən artıq çox bənzəyirlər, amma tam-tamına fərqli bir şeylərdir. Baxın, bunlar necədir? Görürsünüz, burada yazıb A, N, Ş, T, R, M hərfi və burada M, T, R, N, Ş, A hərfi yazılır. Əgər bütün burada olan hərflərin hər birinə burada rast gəlinərsə və hərflər sadəcə olaraq yer dəyişərsə, buna yer dəyişmə qanuna uyğun əsasında tapılacaq. Yəni, necədir? Nə deməkdir bu? Yəni, burada olan hərflər sadəcə olaraq burada yer dəyişilib yazıblar. Baxın, indi bunu həll eləməyin ən gözəl yolu nədir? Bura birinci hərf yazıram, bura ikinci, bura üçüncü, bura dördüncü, bura beşinci, burada altıncı. M neçənci hərfdir? 6-cıdır. Üzərinə 6 yazıram. T neçənci hərfdir? 4-cü, üzərinə 4 yazıram. R neçənci hərfdir? 5-ci, üzərinə 5 yazıram. Burada B baxıram. variantıdır müəllim. N'in üzərinə neçə yazırıq? Bir dəqiqə. N'in üzərinə 2 yazırıq. Sonra Ş-nın üzərinə neçə yazırıq? Ş-nın üzərinə 3 yazırıq. A birincidir, 1 yazırıq. İndi baxın. Buradakı yer dəyişmə qanuna uyğunluğuna əsasən aşağıdakını da o cür dəyişmək lazımdır. Yəni, buradakı hərflər daha mənə lazım deyil. Amma bu yer dəyişmə qanuna uyğunluğu hökmən lazımdır. İndi bunu da nömrələsək, 1, 2, 3, 4, 5, 6 kimi nömrələsək, burada 6-cı hərfimiz hansıdır? 6-cı hərfimiz var. Buradakı 6-cı hərfə baxıram. Q hərfi. 4-cü hərf nədir? 4-cü hərfimiz B hərfidir. 5-ci hərf nədir? 5-ci hərf R hərfidir. Vəssalam. Cavab Q, B, R olan elə bir dənə variant var. O da B variantıdır. Digərlərini yazıb axtarmaq nəsə dəyişməyəcək. Eyni şey çıxacaq onsdan. Hamıya aydındır? Bəli. Bəli. Tamam, o zaman gəlin növbəti suala siz baxın. Bir şey deyə Zəhmət olmasa bilərəm mən. buyur eşidirəm. Bu 29-cu suala takıldım. Yuxarıda bir də 29-cu suala baxa bilərik zəhmət olmasa, əgər bizə uyğundursa. Burada necədir? 29-cu sualda televizor sözünün birinci hərfi sona keçibdir, sonuncu hərfi əvvələ keçibdir, ortadakı hərfi isə ortaya yazılıbdır. Aydındır? Başa düşdüm, çox sağ ol. Eynən həmin qayda da orada keçərlidir. Deməli, gəlin indi digərinə baxaq. Buradan zəhmət olmasa 32-ci suala baxın.
Aha, B Dedim. variantı deyirsiz. Məncə D variantıdır. D variantı. Aha. D variantı. D bəndə. Hı. Tamam, gəlin baxalım uşaqlar. Bax, yenə də həmin qayda ilə də yer dəyişmədir. 1, 2, 3, 4, 5 və 6-dır. 6 dənə hərfimiz uşaqlar yer dəyişibdir. Necə olacaq indi? Burada kompas sözündə K neçənci hərfdir? 3-cü. O neçəni yazmışam üzərinə 6, M-in üzərinə 5 yazmışam. Məncə kifayət eləyər, digərlərini heç yazmıram. İndi baxın 1, 2, 3, 4, 5, 6-nı eynən üstə dəyişməsi, sıralaması eyni olduğuna görə 3, 5, 6 kimi yazacağam. Daha doğrusu 3, 6, 5 kimi cavab oldu D variantı. Aydındır? Misal üçün, zəhmət olmasa 33-cü sualı tapın hələ görək. Görək 33-cü sualı kim tapa bilər? C variantı olacaq deyəsən. Aha, tələsməyin. C deyil. Y bəndi. Y Bəli. bəndi. C bəndə müəllim. 2-də 2 dənə hərf var, 2-də 3 dənə hərf var, 4-də 4 dənə hərf var, 7-də 5 dənə hərf var, növbətidə də 6 dənə hərf var. Hamıya aydındır? Hə. Bəli, bəli. Gəlin digərlərinə baxalım. Baxın, misal üçün 35-ci söz yox, onsuz da evə verəcəm, işləyəcəksiniz, gəlib burada yoxlayacağıq, amma yenə də baxmaq olar. Baxın, 30, misal üçün elə 35-ci suala baxaq. 35-ci sualda maraqlıdır. Buyurun. C variantı. Aha, D variantı deyirsiniz. Başqa? C. C variantı deyirsiniz. Əslində rahat bir şeydir. A variantıdır Baxın, məncə. 15 və 8-i toplayıram, neçə edir? 23. 23. Ay, 20-nin baş hərfi i iləndir, 3-ün baş hərfi 3 iləndir, ü iləndir. Aydındır? 43 ilə 35-i toplayıram, 78. 70-in baş hərfi y-dir, 8-in baş hərfi s-dır. Sonra deməli 76 ilə 102-ni toplayacağam, eləyəcək nə qədər? 178. 100-ün baş hərfi 178. 100-ün baş hərfi y-dır, 70-in baş hərfi y-dır, 8-in baş hərfi s-dır. İndi burada 65 və 12-ni toplayacağam, eləyəcək 77. 70-in baş hərfi y-dır, 7-nin baş hərfi isə y-dır. Aydındır, cavab oldu C. Hamı başa düşdümü? İndi gəlin 36-cı suala baxaq. Amerika sözünü veribdi bizə 3, 5, 9 və 1 kimi mexanika sözünü istəyir. İndi burada diqqətlə baxanda görürsünüz ki, Amerika sözündə 1, 2, 3, 4, 5, 6 və 7 hərfdən ibarətdir. Amma burada 3, 5, 9, 1, 4 dənə rəqəm veriblər. Mexanika sözdə 1, 2, 3, 4, 5, 6, 7, 8 hərfdən ibarətdir. Yəni, çox belə uyğunsuzluq gəlir. Onda nə edəcəksən uşaqlar? Bunlara sən saitlər, hecalar kimi baxacaqsan. A, Amerika. Yəni A-nın kodu oldu 3, M-nin kodu oldu 5, sonra R-nin kodu oldu 9, K-nın kodu oldu 1. Düzgün hecalara ayırmağı bacar. İndi burada da mexanika. Mexanika sözündə M-nin kodu olacaq neçə? 5, 5 ilə başlamalıdır. X-nın kodu yoxdur, sual işarəsi. N-nin kodu yoxdur, sual işarəsi. K-nın kodu 1. 5 ilə başlayıb 1 ilə bitməlidir. Ya cavab D-dir, ya da E-dir. Bu sual işarələrinin yerində olan rəqəmlər əsla və əsla 3, 5, 9, 1 ola bilməz. E variantında 9 olduğuna görə düz gəlmir. Burayla E səhvdir. Cavab qaldı D variantı. Hamıya aydındır? Bəli. Bəli, bəli. Tamam o zaman. Yaxşı. Zəhmət olmasa o zaman bir dənə buradan 39-cu suala da baxın. Ondan sonra yuxarıda morizə əlifbasını da izah edin.
A variantı. A variantı deyirsiniz. D A variantı. D-dır. D deyirsiniz. Hərə bir variant dedi. D variantı. D'dir. Tamam. D variantı deyirsiniz. A variantı. Aha, gəlin baxaq indi görək A-dır yoxsa D variantıdır. Deməli, Hindistan sözündə 2, 1, 4 veribdir. Özbəkistan sözünü istəyir. Baxın, bunları düzgün vuruqlara ayırsaq. Hin, dis, tan. Hinin kodu 2-dir, disin kodu 1-dir, tanın kodu 4-dür. Özbəkistanı vuruqlara ayırsaq, öz, bək, is, tan. Deməli, o zaman belə çıxır ki, bir dənə burada tan eynidir. Öz yoxdur, sual işarəsi, bək yoxdur, sual işarəsi, is yoxdur, sual işarəsi, tan 4 olacaq. Sonu 4 ilə bitən və digər heç bir rəqəmi bunlarla eyni olmayan variantlara. Baxın, burada 2 var, 1 var, burada 2 var. B ilə E getdi, burada 1 var, getdi. Cavab qaldı, bəli, A variantı. Hamıya aydındır? Bəli. Əla. İndi gəlin buradan baxağın 40-cı suala. 40-cı sualda, daha doğrusu buradan baxaq 38-ci suala. 38-ci sual uşaqlar Morze əlifbasına bənzərdir. Burada hərflər və onların qarşısında kodlar verilibdir. P-nin qarşısında kod, G-nin qarşısında kod, L-in qarşısında kod, M-in qarşısında və N-in qarşısında müəyyən bir kodlar verilibdir. Bizdən də həmin kodların qanunauyğunluğunu tapmağımız istəyir. Yəni, aşağıdakı bu verilən qarışıq kodun qanunauyğunluq şəkildə cavabını tapmağımızı istəyir. Gəlin, baxalım uşaqlar. Kodu hərflərə hansı ardıcıllıqlara uyğundur? Baxın, mən burada əgər M olaraq başlatsam bunu, yəni üçbucaq dairə götürsəm, bura M versəm, bura M olsa, sonra bir üçbucaq var və yaxud da iki üçbucaq var. Baxıram, bir üçbucaq mümkündür. Bir üçbucağı N olaraq götürsəm, buranı ayırsam, M versəm, sonra üçbucaq dairə, iki dairə. Elə bir şey olmadığına görə üçbucaq dairə götürməliyəm məcburən. Və yaxud da təkcə üçbucaq götürməliyəm. Yəni, 2 dənə N götürməliyəm və yaxud da L götürməliyəm və yaxud da burada M götürməliyəm. N, M, M. Aha, burada baxıram, hələ ki bu düz gəlir. N, M, M. Ona görə deməli, bura nə verirəm? Üçbucaq və dairə kimi ayırıram bura. Buranı N götürək. M yazmışam. Bura N-dir. Deməli, baxın, bura olacaq nə o zaman? Bura olacaq M təzədən. İndi baxıram, N, M, N, sonra G hərfinə baxıram. G hərfi nədir uşaqlar? Dairə, üçbucaq, dairədir. Aha, düz gəlir. Dairə, üçbucaq, dairədə G-ni yazdım bura. Sondakı bir dənə tək qalan üçbucaq da L-dir. Sondakı tək qalan üçbucaq, L-ə baxıram. Axı, L düz gəlmir. Sona gərək mən N yazardım. Bura görürsünüz, bunun sonu L düşübdür. Deməli, bu düzgün deyil. Mən bunu M-lə başlada bilmərəm. O zaman mən bunu P ilə başlatsam, baxın, buradan bura qədər hamısına P versəm, bura qədər. Bu olsa P, deməli, bura P versəm, deməli, P-dən sonra 2 dənə dairə. Bu 2 dənə dairəni mən L gördüyümə görə bu 2 dənə dairəni L olaraq dəyərləndirim. Deməli, bu 2 dənə dairə L-dir, PL. Sonra üçbucaq dairə. Üçbucaqla dairə M-dir. Üçbucaqla dairənin yerinə M yazsam, burada N üçbucaq yazsam. Cavab olacaq P, L, M və N. P, L, M, N hansıdır? Cavab B variantıdır. Hamıya aydın oldu mu uşaq? Çətin Bəli. mövzu deyil. Bəli. Onda bunu ayrıca yoxlayacaq da. Bəli, yoxlamaq variantlar. lazımdır. Çünki bu biraz Bəli. qarışıqdır. İstənilən bir variant düz Hı. gələ bilər. Bəzən sona qədər yoxlayıb sonuncu hərfə qədər baxmaq lazımdır. Məsələn, bu düz gəlirdi. Sadəcə olaraq bir dənə sonda L hərfi korladı. Aydındır? Aydındır. Tamam o zaman uşaqlar. Bunların hələ ki asan və orta səviyyəsini verək sizə. Asan və orta səviyyəsini işləyin. İndi qrup açaram, ataram sizə qrupun linkini. Çünki materialları ümumi qrupa göndərib aləm vurmayaq bir-birinə. Oradan materialları göndərirəm və hətta video izahı da təzədən göndərirəm, bir də baxarsınız. Hər hansısa bir əlavə sualınız yoxdursa, yekunlaşdıraq. 3-cü səviyyəni gələn səfər baxarıq. Çünki birdən-birə çətin səviyyələrə girişməyək hələ ki. Hər hansısa bir sualınız varmı? Xeyr, müəllim, yox. Xeyr. Oldu uşaqlar, sağ olun, keçəniz xeyrə, Sağ olun. görüşərik. Olun. Sağ olun. Xeyrə qarşı. Oldu, mən sağ olun. Sağ olun. Sağ olun.